Şərur elə ilk baxışdan bizdə təmiz, abad və yaşıllıqlarla əhatələnən şəhər təəssüratı yaratdı. İstərdim bir qədər burada aparılan abadlıq quruculuq işləri barədə də danışaq. Gülgəz xanım, biz hazırda rayonun Heydər Əliyev prospektindəyik. Göründüyü kimi prospektdə yenidən qurma işləri aparılıbdır. Yol yenidir, yolda ümumi olaraq piyada yolları yenilənibdir. İnfrastruktur demək olar ki, yenidir. Rayonda prospektimizdə olan yaşayış binaları, ümumi olaraq inzibati binalar hamısı son dövrlərdə, müstəqillik illərində tikilib, qurulan, görülən işlərdir ki, bugün artıq sakinlərimizin rahatçılığı üçün demək olar ki, hər cür şərait yaradılmışdır. Elə burada görürəm uşaqları, yəqin yay tətillərini elə bu cür sağlam şəkildə keçirirlər, idman eləyərək. Bu ərazi bizim rayon mərkəzində olan bir kiçik həzmli parkımızdır ki, burada gənclərin asudə vaxtının səmərəli təşkil olunması üçün idman qurğuları quraşdırılıbdır. Bu qurğular Gənclər İdman Nazirliyi və Rayon İcra Hakimiyyətinin birlikdə həyata keçirdiyi layihələrdir ki, bugün artıq gənclərimiz bu qurğulardan lazımıca istifadə edirlər, vaxtlarını səmərəli keçirirlər. Təqdirə layiq haldır ki, uşaqların da idmana belə marağı var. Bəli. Yay tətiliniz necə keçir? Yaxşı keçir. Rayonumuzda məktəbdən kənar müəssisələrimiz var ki, bu müəssisələrdə şagirdlərimiz idmanla məşğul olurlar. Olimpiya idman kompleksimiz var ki, o kompleksdə idmanın həm əl oyunları, sonra qapalı stadionda bunlar vaxtlarını səmərəli keçirirlər. Əlavə olaraq şahmat məktəbimiz var ki, şahmat məktəbində də şagirdlərimiz deməli yay tətillərində orada şahmat yarışlarında fəal iştirak edirlər. Gənclər, uşaqlar barədə danışdıq, elə gördük də uşaqlar asidə vaxtlarını necə səmərəli keçirirlər. Bəs yaşlı nəsil nümayəndələrinin öz vaxtlarının səmərəli keçirməsi üçün hər hansı tədbirlər görülürmü? Gülgəz xanım, biz olduğumuz ərazi bizim yaşlı nəslin, ziyalıların, təqaüddə olan qocaman nəslin hal-hazırda istirahət etdiyi təqaüdçülər klubu ərazisindəyik. Qarşıda görünürlər 2 nəfər orada. Bəli, bu ərazidə bizim yaşlı nəsil nümayəndələri həm yaradılan bu binada yaxşı bir kitabxana fondu var, yaxşı şərait yaradılıbdır, asidə vaxtlarını çox yaxşı keçirirlər. Ömür müəllim, necəsiniz? Sağ olun. Sağ olun, siz necəsiniz? Ömür müəllim bizim təqaüddə olan müəllimimizdir, uzun müddət təhsil sahəsində fəaliyyət göstəribdir. Hər ikisi bizim təqaüddə olan müəllimlərimizdir. Allah can sağlığı, sizə ömür versin. Kim uduzur? Ya buradan uzun söhbəti getmir. Ancaq vaxt keçirmək, nətər deyirlər, səmərəli yaşamaqdan ötürü belə oynayırıq. Maraqlıdır, şahmat oyunudur, oradan da zehnin inkişafında çox köməyi var. Sizə xoş istirahətlər arzu edirik sizə. Sağ olun. Allah razı olsun. Sağ olun, sağ olun, sağ olun. Salam. Salam, çox sağ olun. Xoşman, necəsiniz? Sağ olun. Sağ olun. Buyurun. Elə içəri girən kimi diqqətimi bu zəngin kitabxana çəkdi. İstərdim bu barədə məlumat verəsiniz və burada kitablar yenilənirmi və kim istifadə edir bu kitablardan, oxunurmu ümumiyyətlə? Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatının kitabları burada sərgilənir və mütəmadi olaraq da bu kitablar mütəmadi olaraq yenilənir. Əlavə bunlar Mədəniyyət Nazirliyi tərəfindən bunlara yeni nəşrlər mütəmadi olaraq təqdim olunur. Burada demək olar ki, bizim təqaüdçülərimiz həm şahmat oynayırlar, həm nərd oynayırlar. Öz köhnə tanışlar, köhnə dostlar burada gəlib hamısı bir-birini tapırlar. Çox yaxşı ünsiyyət yaranır burada. Əlavə olaraq biz burada dövlət tədbirləri keçiririk. Həm müharibə veteranlarımızın, müharibə iştirakçılarımızın bizim qocaman nəsillə, yaşlı nəsillə görüşlərini təşkil edirik. Mütəmadi olaraq bu tədbirlərimiz davam etdirilməkdədir. Salam, necəsiniz? Xoş gördük hər birinizi. Necə keçir istirahətiniz? Gözəl, çox gözəl. Xoş istirahətlər arzu edirik sizlərə. Rayonumuz xoşunuza gəlir. Əlbəttə çox gözəldir, abaddır, ən əsası təmizdir, yaşıllıqlarla boldur. Çox xoş təəssüratlarımız var. Çox sağ olun. Onlar işlədikcə özlərindən geriyə gözəl xatirələr qoyur. Onunla insanlar yaşayır. Kəmal müəllim uzun müddətdir bizim rayonda başçı işçiyik. Özünüz görürsünüz də, yaşıllığı yerində, mədəniyyəti yerində. İnsanlarımızdakı şirindilər, qəşəngdilər. Sağ olsunlar, ondan da ömür versin. Hamısı bizim zəhmətkeşlərimizdir. Vaxtı ilə biri müəllim işləyir, biri icra nümayəndəliyində,
Tofiq müəllim uzun müddət energetika sahəsində çalışıbdı və hər biri təqaüddədir. Bu gün yığışırlar burada, xatirələrini bölüşürlər.